ABŞ məhkəməsi Azərbaycan əsilli Polad Ömərova və Rafat Əmirova 25 illik həbs cəzası kəsib. Onlar 3 il qabaq İran rejimini sərt tənqid edən jurnalist Məsih Əli-Nejadı öldürməyə cəhddə təqsirli biliniblər. Məhkəmədə onların İran hökumətinin sifarişini yerinə yetirdiyi sübut olunub. 41 yaşında olan Polad Qaqa ləqəbli Polad Ömərov və 46 yaşında olan Rim ləqəbli Rafat Əmirov Rus kriminal qruplaşmasına işləyiblər. İranın İnqilab Keşikçiləri Korpusu ABŞ vətəndaşı olan İranlı jurnalisti öldürmələri üçün onlara $500 000 boyun olub. İran hökuməti xanım Əli-Nejadı uzun müddət idi ki, susturmağa çalışırdı. Bir neçə dəfə onu oğurlamağa cəhd etsə də alınmamışdı. Bundan sonra İran hökuməti Ömərov və Əmirova onların kriminal qrupuna müraciət edib ki, jurnalisti izləyib öldürsünlər. İranın ABŞ-da və dünyanın başqa yerlərində dissidentləri susturmaq üçün qurduğu planların sayının artması narahatlıq doğurur. Biz qəddar rejimə xidmət edənlərin, ABŞ vətəndaşlarına təhlükə yaradanların məsuliyyətə cəlb edilməsində qərarlıyıq. İranda qadınların baş örtüyü bağlaması məcburiyyətinə qarşı mübarizə aparan və İranlı qadınların baş örtüyünü yandırması videolarını internetdə yayan Əli-Nejadın özü də məhkəmədə iştirak eləyib. O deyib ki, İranı tərk eləyərək Amerikada məskunlaşıb ki, təqiblərdən xilas olsun, rahat həyata qovuşsun. Amma söz gedən şəxslər onun həyatındakı rahatlığı alt-üst eləyiblər. Mən jurnalist və ictimai fəalam. İranda yaşayanda özüm öz fikirlərimi senzur etməyə məcbur idim. Nə öz bədənim haqqında danışmaq hüququm vardı, nə də ali din rəhbəri hicab qanunlarını tənqid etməyə. Ona görə də qərara gəldim ki, düşündüyümü demək imkanı qazanmaq üçün ölkəni tərk edim. İran prezidentini tənqid etdiyim üçün işlədiyim qəzetdən çıxarılmışam. Parlamentin işini işıqlandırmaqdan kənarlaşdırılmışam. Əmirov və Ömərovla birlikdə həbs edilən 3-cü şəxs Xalid Mehdiyev qətl törətməyə cəhd və qanunsuz silah daşıma ittihamları ilə özünü təqsirli bilib. O, Əmirov və Ömərova qarşı ifadə verib və məhkəməyə bildirib ki, Əli-Nejadı onlarla birlikdə öldürməyə cəhd eləyib. Jurnalistin evinin yaxınlığında Mehdiyevin maşınından Kalaşnikov avtomat tapılmışdı. O, hazırda məhkəmə hökmünü gözləyir.